Julius Caesar'ın ən çox sevdiyi desert, cheesecake. Heç bunu bilirdinizmi? Bugünkü təlimimizin mövzusu cheesecake'in tarixi inkişafına bəhs olunacaq. İlk yazılar, ilk versiyalar isə Yunanistanın Samos adalarında tapıldığını qeyd olunur. Lakin buna baxmayaraq eramızdan əvvəl 5-ci əsrdə o vaxtki həkim Egimus hətta belə öz əsərlərində, kitabında cheesecake'in resepti barəsində qeydlər aparılmış. Eramızdan əvvəl 776-cı il isə Apikia Corpus belə kitabında da cheesecake'in resepti barəsində də yenə də məlumatlar tapılmışdır. Onu qeyd etmək istəyirəm ki, o vaxtki Olimpiya oyunlarında qələbə yeri tutanlara daima cheesecake təqdim olunurdu. Romada isə cheesecake 234-149-cu illərdə yaşamış Marco Caton tərəfindən De Agricultura əsərini yazdıqda cheesecake'in resepti barəsində belə qeydlər aparılmışdır. İngiltərədə isə cheesecake Roma əsgərləri tərəfindən gətirilmişdir və çox populyarlıq almışdır. Eramızın 1-ci əsrində. Onu da qeyd edeyim ki, 14-cü əsrdə ən qədim indiki reseptə oxşayan Recept The Form of Curry kitabında belə yazılmışdır. O da Kral Richard II-cinin sarayında yaşayan aşpaz tərəfindən yazıldığını iddia olunur. Və bəs buna görə də dünyaca indiki dövrdə dünyaca tanınmış olan Heston Blumenthal aşpaz dünyaya iddia eləyir ki, cheesecake'in vətəni İngiltərədir. Hətta belə Kraliça II-cinin tac qoyma mərasimində belə cheesecake gələn möhtərəm qonaqlara belə təqdim olunurdu. Amerikada isə cheesecake ilk dəfə Avropadan köçənlər tərəfindən gətirildiyini iddia olunur. Və Pensilvaniya ştatının qurucusu olan William Penn tərəfindən onun ailəsi və xüsusən də yazılarda belə tapılmışdır ki, Amerikanın ilk prezidenti olan George Washington'ın həyat yoldaşı Martha Washington tərəfindən gətirilmişdir. 1872-ci ilə kimi Amerikada belə cheesecake'lər Fransanın Neşatel pendir növündən istehsal olunurdu. Lakin 1872-ci ildə Chesterli William Lawrence tərəfindən Neşatel pendirini hazırladığı zaman daha yağlı, ağır, yetişməmiş belə pendir, Philadelphia pendiri icad edir ki, bu da dünyaya, Amerikada xüsusən cheesecake'in yayıldığı və tərkib hissəsinə, reseptinə daxil olduğunu iddia olunur. Və ona görə də bütün dünyaya o Philadelphia pendiri yayılmışdı. 1940-cı illərdə isə Amerikada New York cheesecake belə dünyaya çox yayılmağa başlanmışdır.